Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Əmirli Səxavət, Əliyyə Tədris Mərkəzinin informatik müəllimiyəm. Bu videoda sizə ağac informasiya modeli qurmaqla, yəni ağac çəkməklə bu tip sualları necə həll edə biləcəyimizdən danışacağam. Gəlin çəkək. Bu da sualımızın həlli. Və dostlar, unutmayın ki, həyatda bir çox problemi ağac informasiya modeli qurmaqla həll etmək olar. Bunu uzun şəkildə izah edə bilərdim, amma indi mövzumuz başqadır. Keçək sualın izahına baxacağam. Qeyd edim ki, bu sualı həll etmək üçün biz ağac çəkərək yazmağa məcbur deyilik. Təbii ki, vurma prinsipi ilə də rahat formada əldə edə bilərik. Sadəcə ağac çəkərək yazanda ədədlər gözümüzün qabağında rahat görünəcək. Ola bilər ki, bunun üzərindən başqa tipdə bir sual qoyular. Bu zaman ağac çəkməyə məcbur ola bilərik. Əvvəla bizdən 3 rəqəmli ədəd istəyirsə, bizim ilk rəqəmimiz bu ədədlərin, 4 ədədin istənilən biri ola bilər. Tutaq ki, ilk rəqəmimiz 2 olsa, 2-dən sonraki, yəni ikinci rəqəmimiz artıq, belə deyək, ya 5-dir, ya 7-dir, ya da 8-dir. İndi ilk rəqəmim 2, ikinci rəqəmim 5 olsa, üçüncü rəqəmim ola bilər ya 7, ya da 8. 2 adlı artıq. Yox, birinci rəqəmim 2, ikinci rəqəmim 7 olarsa, üçüncü rəqəmim ola bilər bu dəfə ya 5, ya da 8. Eyni şəkildə ilk rəqəmim 2, ikinci rəqəmim 8 olarsa, üçüncü rəqəmim ya 7-dir, ya da deməli 5-dir. Bu formada fikir verin, ağac çəkmiş olduq, ağac informasiya modeli tətbiq etmiş olduq və artıq 2 ilə başlayan 3 rəqəmli rəqəmləri təkrarlanmayan ədədləri bu formada ifadə elədik. Bu simvollardan da. Baxın, məsələn, 257 və yaxud 278, 287. Bütün ədədlər bu formada 2 ilə başlayan rəqəmləri təkrarlanmayan ədədlər bu formada gözümüzün qarşısında oldu. Digərlərini də tamamlasaq, əgər ilk rəqəmimiz 5 olsa və yaxud ilk rəqəmimiz 7 olsa və yaxud ilk rəqəmimiz 8 olsa, fikir verin 4 dənə ağac informasiya modeli quracaq. Əgər ilk rəqəmimiz 5 olsa, ikinci rəqəm ola bilər 7, 2 və yaxud 8. İlk rəqəm 5, ikinci rəqəm 7 olsa, üçüncü rəqəmimiz ola bilər, belə deyək, 8 və yaxud 2. İlk rəqəm 5, ikinci rəqəm 2 olsa, üçüncü rəqəmimiz 7 və yaxud 8. Burada isə 2 və yaxud 7 deyə bilərik. Və yaxud ilk rəqəmimiz üçüncü halda 7 olarsa, bu zaman yenə 2, 5, 8-i burada qeyd edəsək, arasından 2 burada çəkirik. 7, 2 olarsa, qalır burada 5 və 8. 7, 5 olarsa, qalır burada 2 və 8. 7, 8 olarsa, qalır 2 və 5. Burada isə ilk rəqəmimiz 8 olsa, ikinci rəqəmimiz 2, 5 və yaxud 7 olduğu hallar var. 2, 5 və yaxud 7 olduğu hallar. İlk rəqəm 8, ikinci rəqəm 2 olsa, üçüncü rəqəm ola bilər. Deməli, 5 və yaxud 7. 5 və yaxud 7. İlk rəqəm 8, ikinci rəqəm 5 olsa, üçüncü rəqəm deməli 2 və yaxud 7 ola bilər. İlk rəqəm 8, ikinci rəqəm 7 olarsa, üçüncü rəqəmimiz olacaq deməli ya 2 ya da 5. Bu formada fikir verin. Ağac informasiya modelində bu axırıncı hissələrdə qeyd edildiklərimizi deyirlər. Deməli, axırıncı hissədə qeyd edildiyimiz təpələrə deyirlər yarpaqlar. Bunlar isə bizim köklərimiz adlanacaq. Fikir versək əgər ümumi 2, 5, 7, 8 simvollarından istifadə edərək neçə müxtəlif rəqəmləri təkrarlanmayan 3 rəqəmli ədəd yazmaq olar sualının cavabı bizim yarpaqlarımızın sayı olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 17, 16, 17, 18, 20, 21, 22, 23, 24. Deməli, 24 müxtəlif bu sualın şərtini ödəyən ədəd yazmaq olardı. Və yenə də təkrarlayıram bunu. Bu sualı vurma prinsipi ilə də həll edilmək olar. Bu formada qeyd edərək ki, 3 rəqəmlidir, rəqəmlər təkrarlanmır. Onda birinci yerdə bizim 4 müxtəlif vəziyyətimiz var. Fikir versək, birinci rəqəm üçün 4 müxtəlif vəziyyətimiz var. İkinci yerdə vəziyyət sayı, fikir verin, bir vahid azaldı. Hər birisi üçün, hər bir bu 4 dənə üçün
İkinci rəqəm olaraq 3 müxtəlif simvol seçə bilərik. 3 müxtəlif seçim variantımız var. Və bu 3 müxtəlif seçim variantının da hər birisi üçün fikir verin, hər birisi üçün 2 müxtəlif seçim variantımız var. Ona görə vurulsun 2. Bu formada buradan da biz 24 əldə edə bilərik. İzlədiyiniz üçün təşəkkürlər. Onlayn və əyani dərslərimizə qeydiyyatdan keçmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.